Salam dostlar, bu gün sizlərlə birlikdə telefonun donma səbəbini deyəcəm. Birinci aşağıdan abunə ol, like atsanız çox sevinirim. Videomuza keçək. Birinci olaraq zənglər bölməsinə daxil oluruq. Ulduz DS 9900 DS yazırıq və dördüncü bölməyə daxil oluruq. Dördüncü bölməyə daxil olandan sonra delete success yazır. Yəni telefondakı boş faylları hamısını silir və telefonumuzu bir qədər sürətləndirir. İkinci olaraq zənglər bölməsinə daxil oluruq. Ulduz DS 9900 DS yazırıq. 8-ci bölməyə daxil oluruq. Hay bölməsinə basaraq FPS artırırıq və bir qədər telefonumuzun donmağı azalır. Üçüncü olaraq isə yuxarını sürüşdürürük. Burada sinxron bölməsini bağlayırıq. Bu davamlı olaraq telefonu yorur və telefonun donmasına səbəb olur. Və son olaraq məni izlədiyinizə görə çox təşəkkür edirəm. Gələnki videolarımda görüşənədək.